Selamlar, saygılar, əziz və hörmətli Güney Azərbaycan Səsi TV-nin izləyiciləri. Bugün Bəhmən ayının 18-i, fevral ayının 7-si ilə bərabərdir. Çox təəssüf edicidir ki, geçmiş bir ay öncəsində İran xalqı böyük bir müsibət ilə üzləşdi və Əli Qanlı Molla rejimi bizim xalqımızın daha çoğunluqlu iqtisadi acınacaqlı durumlara etirazından dolayı o tarixdə D ayının 17-si və 18-də dünyaya xalqımızın səsini kəsərək interneti tamamilə kökündən bağlayaraq həftələrcə böyük bir cinayət törədibdir. Artıq bunu deməmiz gərəkir ki, İran rejimi tarixdə öz xalqına odlu silahlarla böyük bir soyqırımı törədən bir dövlət kimi tarixdə öz yerini tutmuş oldu. Bu fürsətdən istifadə edirəm. Bütün soydaşlarımıza, həmvətənlərimizə başı sağ olsun deyirəm. Umud edirəm ki, bu yerə tökülən qanlar tezliklə nəticə versin ki, bundan daha çox cavanlarımızın dünyalarını dəyişməyə, şəhid olmaqlarına şahid olmayaq. Bəlkə tam tərsinə həyat qurmalarına, yeni həyat qurmalarına şahid olaq və bu acı günləri geridə buraxa bilmiş ola bilək. Mən özümə bir daha vacib bilirəm ki, o əzizləri ki, İranın başında tutuqlanıblar, özəlliklə o soydaşlarımız ki, Güney Azərbaycanda, Güney Azərbaycanın bütün şəhərlərində, Təbriz başda olmaq üzrə hala qəddar və cəllad rejimin həbsxanalarındadılar. Bütün milli fəallarımıza, özəlliklə tutuqlanmış olan, yaralanmış olan, bütün vətən yolunda mübarizə aparan, bütün vətənin xoşbəxtliyi, rifahı və azadlığı üçün əməyi keçən bütün soydaşlarımıza öz minnətdarlığımı bilirəm və diləyim odur ki, tezliklə bu diktator rejimdən azadlığa qovuşaq və mən də öz növbəmdə onların o əziyyətlərində və onların hansısa bir kədərlərində özümü şərik bilirəm və çalışmamız bundan ibarətdir ki, baxmayaraq ki, xaric ölkədə də bəlirli ölçüdə İran rejiminin təhdidlərinə məruz qalırıq, ona rağmen çalışırıq ki, İranda çalışırıq ki, vətənimizin özgürlüyü üçün mübarizə aparan soydaşlarımızın səsi olaq. Bir daha beləncik bir faciə və müsibətlərlə soydaşlarımızın qarşı-qarşıya qalmamasının arzusu və təmənnisi ilə deməliyəm ki, əziz soydaşlar, nə yazıq ki, çox az saylı proqramlarımız olur və böyük bir müsibətin sonrasında bugün eləyə bilmişəm ki, siz dəyərli soydaşların qulluğunda olam və çalışacağım ki, imkan daxilində bugünkü günümüzdə Amerika və İranın da arada müzakirələri söz konusu idi. Mən çalışacağım ki, son bir neçə həftə içərisində mənim şəxsimə yürütülmüş olan bir qara propaganda ilə bağlı çox özət bir açıqlama verəm. Çünki haqlı olaraq bugün baxmayaraq ki, çox da bunun yeri dəyir. Amma buna da zaman ayırmasam, çünki bizim verilişlərimiz çox izlənməyə bilir. Özəlliklə İran daxilində internet bağlantısının neredeyse qopuq olduğundan qaynaqlı olaraq çox izləyicilərə ki, bizim daha çox müxatəblərimiz, daha çox Güney Azərbaycandandır, İrandandır, təəssüflə o qədər izləyicimiz olmur, amma baxmayaraq ki, o qədər izləyiciyə indi
canlı olaraq və ya qısa zaman içərisində bizim səsimiz, sözümüz gedib çatmır. Amma ona rağmen bu proqramlarda bəzi məsələlərə aydınlıq gətirməyi özümə vəzifə bilirəm. Çünki bu tarixdir, yazılır. İndi fərqli platformalarda istər YouTube, Instagram və TikTok və başqa platformalardan ki, mən çalışmalarımı oradan yeritməyə çalışıram. Umud edirəm ki, gələcəkdə və bu yaxın zamanda da izləyicilərin bəzi suallarını cavablandırmış olam. Dəyərli soydaşlar, necə ki bilirsiniz, Dünya Azərbaycan Milli Hərəkatının yetərincə güclü bir mediası yoxdur və təəssüflə bizlər də məhdud imkanlarımızla çalışırıq ki, bu boşluğu dolduraq. Amma keçmişdə də nəredeysə 4 ildə yaxın oldu, 4 ildən çoxdur ki, mən YouTube səhifəsi olaraq Dünya Azərbaycan səsini yaratmış olmağımdan bu tərəfə ilk illərdə özəlliklə Dünya Azərbaycan Milli Hərəkatının demək ki, çatışmayan tərəfləri ilə bağlı daha çox proqramlar aparmışam. Milli şəxsiyyətlərimizi dəvət eləmişəm, onları çalışmışam ki, daha çox fikirləri ilə soydaşlarımızı tanış etməyə çalışmışam. Eyni halda digər bizim qazeteci soydaşlarımızın fəaliyyətlərindən ki, Milli Hərəkatın mənsubları ilə apardıqları proqramlar olubdur. Onların demək ki, təşkilati fəaliyyətləri olanlarla çalışılıb ki, Milli Hərəkatın hər hansısa bir planları, projeləri və şəxsiyyətləri ilə soydaşlarımızı olabildiyincə biz də öz görəvimiz olaraq tanış etməyə çalışmışıq. Bu 4 il geridə buraxdıqdan sonra indi nəredeysə 5-ci ilə keçir ki, mən bu fəaliyyətlərlə media üzərindən fəaliyyət etmişəm. Zaman-zaman demək ki, rəqabət də söz konusudur Azərbaycan Milli Hərəkatı da. Bu da doğal bir şeydir. Amma təəssüflə əziz soydaşlar özü də çoxları demək ki, yaxşı bilir ki, Azərbaycan Milli Hərəkatının içərisində yersiz rəqabətlər çox bəzən acımasız olur, çox şiddətli olur və bu o aşamaya gətirir, çatdırır ki, bəzi soydaşlarımıza həqiqətən çox ciddi bir haqsızlıqlar söz konusu olur və bundan qaynaqlı olaraq da o soydaşlarımız ki, Azərbaycan Milli Hərəkatının içərisində özlərini güvəndə hiss edə bilmirlər, istər-istəməz hər kəsin bəlli bir gücü var. Azərbaycan Milli Hərəkatından nəredeysə tamamilə uzaqlaşmış olan milli fəallarımızın da nəredeysə sayısı az deyil. Mən istərəm birbaşa çox əziz izləyicilərin vaxtını almayam və təəssüflə bu Clubhouse proqramındakı mənim verilişim dərdi bir otaq idi və orada daha çox şahçılar var idi. Əslində mən belə inanıram ki, oradakı mənim danışıqlarımı daha çarpıq şəkildə və varunə şəkildə bizim milli aktivistlərimizlə paylaşanlar oldu və cəhd buna göstərildi ki, Dünya Azərbaycan səsi mediası və Kürşad Ağdərəli də daha öncəki milli hərəkətdən uzaqlaşdırılmış milli fəalların listəsinə qoşulsun və hardasa artıq milli hərəkətdən sağollaşsın və ayrılsın və bir daha da ekran qarşısına çıxmasın. Çünki əziz izləyicilər, elə daha o otaqdan sonra da bir neçə dəfə mən elə bizim türk soydaşlarımızın olan Clubhouse-dakı danışıqlarına da qoşulduğumda ki, onun təəssüflə yeri də yoxdur bəlkə bu gün bunu gətirək dilə, amma çox-çox belə səviyyəsiz sözlərlə öz soydaşlarımızla demək ki, qarşı-qarşıya qaldım. Yəni bunu düşmən cibhəsi yox, özünü milli fəal adında və göstərməyə çalışan, təbii ki, bunların %100-ü də gizli akkauntlardılar, gizli hesabdılar və profaillərində heç hər hansı bir şəxsi şəkilləri yer almır, doğru adları yer almır, səslərindən bilinir ki, tamamilə təxmini bunlar kim ola bilər? Hər gün ad dəyişdirirlər və demək, Türkcə Clubhouse-da biz bunların sadəcə mənim şəxsiyyətimə saldırılarına şahid olmamışıq. Demək, orada çoxsaylı həqiqətən siyasi nöqtələrimizin, fikir sahiblərimizin üzərinə bunların saldırganlıqlarına hər kəsin şahid olduğunu hər kəs yaxşı bilir. Bunu çox da açıqlamaya gərək yoxdur. Amma görüşən odur ki, indiki İran rejiminin, Molla Fars rejiminin
indiki ən zəif aşamasında beləncik bir şəxsiyyətlərin səhnəyə çıxması və hər hansısa mənim fikirlərimi tamamilə çarpıq şəkildə ortalarda dolandırmağın və eyni halda o danışıqlarda ki, bəzən arqumentlər qoyurlar ortaya və mən özüm orada fikirlərimi bildirmişəm. Biz görürük ki, sözün sonunda gətirirlər %100-ü də beləncə insanların deyirlər ki, Gürşad Ağdərəli milli hərəkətdən uzaqlaşmalıdır. Yəni öz düşüncələrini də orada açıq-aşkara deyirlər ki, Gürşad Ağdərəli milli fəaliyyət eləməməlidir. Bu onu göstərir ki, elə bu cümlədən biz başa düşürük ki, fəaliyyətlərin, onların demək ki, təxriblərin amacı odur ki, milli hərəkətdən heç olmasa bir nəfər də azalsın, demək ki, məqsədi daşıdıqları tamamilə bizə aydındır. Əziz soydaşlar, mənim bütün fəaliyyətlərim istər YouTube olsun, istər Instagram, istər Clubhouse, %99-u rekord olunan otaqlar, yazılan və səbt olan otaqlardılar və ya video içərikləri ki, mən ürətmişəm, heç birisi silinməyib, YouTube səhifəmdə mövcuddur, Instagram və bütün platformalardakı mən fəaliyyət edirəm. Daha da çox elə o dönəmlərdəki milli hərəkətin çatışmayan tərəfləri ilə ilgili bizim verilişlərimiz gedibdir. Şəffafiyət ilkəsinə mən vurğu yapmışam və hər daim bu şəffafiyət məsələsinin çözülməsinin Azərbaycan milli hərəkətinin və xalqının nə qədər mənfəətinə olacağına inanmışam və sadiq qalmışam. Və bu elə bir şey deyil ki, bu 4 il fəaliyyətdə bunu kimsə inkar edə bilməz. Çünki sosial şəbəkələrimiz vardır, hər kəs eləyə bilər. Elə Gürşad Ağdərəli olaraq search eləyə bilər, Güney Azərbaycan səsi olaraq search eləyə bilər. Özəlliklə Azərbaycan qrammatikası ilə Gürşad Ağdərəli olaraq araşdıranlar bizim fəaliyyətlərimiz gizli deyil, tamamilə inandığımız və sözdə və dildə eyni halda əməldə isbat etdiyimiz şəffaflıq ilkəsinə dayanaraq fəaliyyətlərimizi davam edirik. Yəni bizim heç bir fəaliyyətimiz kimsədən gizli deyil. Oradakı o aşamada İranda internet kəsilmişdi, qopuqluğu var idi biz soydaşlarımızla. Ancaq xaricdə yaşayan İrançı və ya şahçı ola biləcək bir demək bir otaq mən gördüm və o fürsətdə mən bir zehniyyətim bundan ibarət idi ki, təəssüflə bunu qəbul etmiş olaq. İndi qəbul etməyənlərə mənim sözüm yoxdur. Amma Azərbaycan milli hərəkəti cəzabiyyət baxımından və yargiri baxımından, milli hərəkətin böyüməsi baxımından çox problemləri var. İndi bunların səbəblərini, detallarını elə sizlər özünüz yaxşı bilirsiniz və bunları demək ki, uyğun bir zaman dilimində də təkrardan ələ almaq olar və peşəkarcasına danışılıb sonuclara doğru gedilə bilər. Yəni daha çox doğrusu mən media fəaliyyətim də daha çox əsasən bu konuda həsr olunubdur və bizim bütün danışıqlarımız şəxsən Gürşad Ağdərəli olaraq Clubhouse-da mənim profaylımı eləyə bilər ki, bütün soydaşlarımız geçsin, görsün. Orada bütün mənim danışıqlarım, o otaqları ki, %99-u rekorda açıq. Yəni yazılan otaqlar, save olan otaqlarda mənim bütün danışıqlarım gedibdir və bu o platforma Clubhouse beləncik bir platformadır ki, hər kəsən eləncik otaqlarda danışır, daha silinib getmir və qalıcı şəkildə hər kəsən öz danışıqları öz profaylında qalmış olur. Məgər ki, özü gedə silə bilər. Bu yüzden o otağı ki, şahçı idilər və mənim orada huzurum olmağımı demək ki, bir hərbə kimi istifadə etdilər və çalışdılar ki, desinlər, indi artıq Gürşad Ağdərəli şahçı olubdur və ya bunlarla işbirliyi edib və ya Güney Azərbaycan milli mənafeyinə zidd bir sözlər danışıbdır, çarpıq şəkildə. Mən çox rahatlıqla bütün demək ki, əməlkərdir deyə bir şey vardı. Yəni bir söz var, bir də əməl var. Bizim bütün iddialarımız, bizim bütün sözlərimiz hər kəsin deyərlər ki, internet üzərində eləyə bilər ki, izləsin, yaxından gözü ilə görə bilsin. Bizim doğru adımız, doğru profaylımız, həqiqi şəxsiyyətimiz, bütün hər bir şeyimiz şəffafdır.
və buna görə çox rahatlıqla mən eləyə bilirəm ki, özümü savunam. Birincisi, mən o zaman özümü savunmalı olaram ki, bir ittiham söz konusu olsun. Hər hansı bir mən ittihamı söz konusu olaraq görmürəm ortada. Çünki birincisi, gərək cürmü bəlli ola və onun demək ki, bəndləri müşəxxəs ola ki, hansı məsələ baş tutub. Üstəlik, bu ittihamları ortaya qoyanlar özləri də bir şəxsi həqiqi olaraq səhnəyə çıxıb və şəffaf olaraq deməlidirlər ki, Gürşad Ağdərəlinin hansı sözlərinə dayanaraq biz bu qənaata gəlmişik ki, Gürşad Ağdərəli şahçı olubdur. İndi deyək ki, oradakı bizim danışıqlarımız ki, mən bunu deməliyəm, o kontekstdə, o aşamada, o dönəməcdə ki, İran daxilində bizim soydaşlarımıza divan tutulmuşdu və yeni xəbərlər gəlirdi ki, minlər nəfər soydaşlarımızdan həlak olublar. Hələ biz bilmirdik ki, hansı şəhərlərdə, Güney Azərbaycan şəhərlərində vəziyyət necədir və hakeza. Mənim bu düşüncəm ki, inanırdım ki, bizim Cumhuri İslamının daha tez ortadan qaldırılması üçün bütün müxalif olan qruplar onsuzun ki, bir-birləri ilə hər hansı bir anlaşmaya geçsinlər, eləyə bilərlər ki, eyni zamanda bütün İranda aktivlikləri ilə bu molla rejimindən daha tez və daha az xəzinə ilə qurtuluşa nail olsunlar. Bu təfəkkür, bu mənim təfəkkürümdür. Təbii ki, bunu çoxları razı olmaya bilər, bizim onlarla işimiz yoxdur. Amma bir matematik, bir hesab kitab, riyazi gözü ilə də baxıldığında var olan diktator molla rejiminin yıxılması üçün bütün millətlərin bir araya gəlib və eyni tarixdə, eyni zamanlarda molla rejiminə qarşı ayaqlanmaları söz konusu idi və hala da bu söz konusudur. Yəni İran rejimi molla rejimini bu rahatlığından hər hansı məsələn deyək ki, sadəcə türklər, sadəcə farslar, ya bəluçlar, ya ərəblər eləyə bilməz devirsin. Bunların müşarikətidir ki, eləyə bilər ki, yəni şahın da ortadan qaldırıldığı 1979 tarixindəki İslami çevriliş oldu və bu qəddar rejim, digər qəddar rejimin yerinə gələ bildi. Şah diktatorluğun yerinə Şeyx diktatorluğuna biz şahid olduq da, o dövrdə də hər kəs bütün İranın hər yanında deyirdi ki, şah keçsin. İndi də o cürdə. Böyük bir ölkədir və ola bilməz məntiqsel olaraq biz deyək ki, parça-parça fəaliyyətlərlə bu rejim devriləcəkdir. Təbiətən mənim şəxsən beləncik bir zehniyyətlə oradakı farsların daha çox rastlantı icabı şahçılarla bir otaqda olmağımdan bu alıntını bəzi demək ki, təxribçi mən açığı deyim onlara. Çünki heç olmasa bir müşəxxəs bir oradakı cümləm və ya sözü də mənim qarşıma bu günə qədər kimsə öz həqiqi profili ilə ortaya qoymayıb da. Biri gəlib demir ki, sən 5-ci saniyədən 15-ci saniyədən filan cümlələrindən dolayı biz bu istinbata gəldik, biz bu qərara gəldik ki, sən şahçısan. Yəni təmin verərək, yozaraq, şəxsi egoistik yanaşmaları ilə və yorumları ilə dayatırlar hər kəsə ki, artıq çünki şahçılarla sən getdin orada otdun bir otaqda danışdın, 5 dəqiqə danışdın, artıq sən 4 il fəaliyyətləri o biz bir kənara qoyuruq və deyirik ki, sən şahçısan. İndi onlar təbii ki, ittihamlardır, yalan iftiralardır və o iftiraların sonrasında da Gürşad Ağdərəli eləyə bilir, yenə də gedək Clubhouse-da türk soydaşlarımızla, türk dilli dostlarımızla, milli fəallarla hər hansısa bir araya gəlir və deyir ki, bu təxribdir, açıqlamasını verir ki, zehniyyətimiz, düşüncəmiz bundan ibarət idi və orada hər hansı bir birincisi nə masa var, nə anlaşma var, nə bir qərardat var, nə bir imza var, nə bir kağız var. Sadəcə onlar özləri də görürlər ki, bu profilinə mənim orada o adminlər və ya otaq iştirakçıları gedirlər, toxunurlar, demək ki, tuşlayırlar, bax görürlər ki, bu çox belə Güney Azərbaycan məfkurəsinə inanan və profilində həm ingiliscə dilində, həm türkcə dilində bəlirtib ki, Güney Azərbaycan milli fəalıdır, jurnalistidir və açıq-aşkara da hətta İran is more than Persia deyə bir cümlə var. Yəni tamamilə onların bizə xitab etdiyi tam anlamında təzyiq tələb sözü ilə onlar mənim profilimi görürlər. O anda mənim onlara deyəcəyim sözü bilirlər ki,
insanların bir sözü olar, bir əməlkərdə olar və sədaqəti orada görmək olar ki, bir insan sözü ilə əməli uyuşsun bir-birinə, örtüşsün. İndi mən düşmənə qarşı getmişəm, düşmən cəbhəsinə demək ki, getməklə də o daha böyük düşmənlə mübarizədə demişəm ki, bizim demək ki, milli fəallarımıza sizin hücum etməyiniz doğru deyil və bu sizin özünüzün öz hədəfinizə də ulaşmağınızda sizi uzaqlaşdıracaq. Burada bundan alıntı alıbdır bəzi demək ki, şəxsi davası olanlar ki, özlərinə milli davası olan yalanca ad verirlər, amma da onların şəxsidir davaları. Yəni Gürşad Ağdərəliyə bu qədər hücum çəkməkdən məqsəd ancaq şəxsi ola bilər də. Bu Gürşadla sənin davan var. Sən panfarsizmlə niyə gedib savaşmısan? Gəlibsən, bir video rekord edibsən, sağda solda yayıbsan və bir çarpıq şəkildə Gürşad harda deyib ki, mən şahçıyam? Gətirin, yayın, hamı görsün. Bunu hər kəs bu işi görür, gərək özü də bir həqiqi şəxsiyyət ola, bir bilinən şəxs ola. Hansı təşkilat bu haqda, Cümhuriyyət Azərbaycan bu qədər milli fəaliyyətində bizim bilinən təşkilatlarımız söz konusudur. Tanınmış milli fəallarımız söz konusudur. Hansısı çıxdı bir bəyaniyyə verdi və dedi ki, Gürşad Ağdərəliyin fəaliyyətləri Cümhuriyyət Azərbaycan milli mənafeyinə ziddir və ya şahçılığa qulluq eləyir. Hansısı çıxdı bunu dedi? Çünki fakt yoxdur ki, o eləncə bir fakt olar, fakta dayanan bir reallığı ortaya qoyman gərəkir. Bir video bizim danışığımızdan, ondan sonra orada burada yayırlar ki, Gürşad gedib o otağa olub şahçı. Gürşad gedib o otağa deyib ki, indi bizim adını da verməm gərəkir. Əziz soydaşımız Kanadada elə hamı da bilir ki, federalçı soydaşımızdır, istəyir ki, mübarizələrində İran çərçivəsində İran bölünməsin, amma Təbriz başda olmaq üzrə Cümhuriyyət Azərbaycan öz dövlətinə qovuşsun və federal yapıda Təbriz özü başkənd olsun. Beləncə bir soydaşımızı şahçılar darb edirlər və gözündən yaralanır və bu sosial şəbəkələrdə yayıldı. Biz də gördük. Biz də getdik oradakı o otaqda şahçılara üz tutduq. Dedik, əgər ki siz istəyəsiniz Cümhur İslamı ilə mübarizədə başarılı olasınız, biz də istəyirik ki, başarılı olaq. Biz indiki aşamada bir-birimizlə çatışmamızın sadəcə mollalara xeyri var. Biz bunu demişik. Biz nə bir kağıza qol çəkmişik, nə bir toplantıya qoşulmuşuq, nə bir proqrama qatılmışıq, nə bir konfransa getmişik. Orada 3 kəlmə, 4 kəlmə biz danışmışıq və bizim bu danışığımızın sonucu bu olub ki, Azərbaycan Milli Hərəkətində bəzi soydaşlarımız, bəzi WhatsApp qruplarındakı elə mən özüm də var idim. İndi artıq onlardan ayrılmaq məsləhətinə gəldim. Bunlar bir ayrı məbhəslərdir, amma istərəm ki, bu tarixdə bu söhbətlər ki, indi mən danışıram, yazılsın, qalsın. Yəni çünki bir dostlarımız da var ki, deyirlər ki, açıqlama verməsən, reallıq, həqiqətə qovuşdurmasan, günün bir günündə bunlar ola bilsin ki, internetdə açılacaqdır, soydaşlarımız da izləyəcəkdir və bunların qara propagandasına mənim özümün şəffafiyətimin gətirilməməsi halında bu quşqular, bu şəkk şübhələr daha çox arta bilər. O yüzden mən baxmayaraq ki, indiki aşamada daha çox ciddi məqamlara zaman ayrılmalı idi. Artıq demək məcbur qaldım ki, bu açıqlamaları gətirəm və mən onu da deyim ki, əziz izləyicilər, milli fəallar özəlliklə daha çox sayda milli aktivistlər ki, xaricdə yaşayırlar. Bu demək ki, məsələ ilə də çox demək ki, onların da bilgisi daxilindədir ki, bir zamanlar Ayə İsmail Cavadbəyli bizi Cümhuri İslamının demək ki, saybəri qüvvəsi olaraq tanımladırdı və məni bəsici ya hər hansı bir İran qüvvəsi olaraq çoxlu öz zənnində o da təxrib eləməyə çalışırdı, gözdən salmağa çalışırdı və nail ola bilməzdi. Çünki mənim bütün fəaliyyətlərim göz önündədir, ələnidir və mənim alnım açıqdır. Yəni mən bütün milli hərəkət içərisində mən hər hansısa söz demişəm, onun məsuliyyətini daşımışam. Və o dediyim sözə də özüm inanmışam. Ona da əməlkərdimlə onu bütünləşdirmişəm. Mən gəlib milli hərəkətə xitab edib 5 kəlmə danışıb söz deyib, özüm gedib kənarda durmamışam. Mən onu nə ki deyirəm indi bu dəqiqə onu yaşayıram da. Mənim inancım budur ki, o insanlar ki, dərin düşünənlər,
onun bunun söyləntilərinə və şayiələrinə inanmaqsızın hər hansı bir şayədə, hər hansı bir olayda, təxribdə, təhrifdə, yalanda birbaşa gedərlər o şəxsin öz Instagram ya YouTube ya hər hansı Facebook rəsmi peycinə, özünə aid olan səhifəsinə baxarlar, görərlər ki, orada şahsılıqla ilgili bir iddia söz konusudur ya yox. Ondan sonra inandırıcılığı təbii ki, o zaman bəlli olar. Ya indi Cavad İsmailzadə məndən hər hansı bir səbəbdən qaynaqlı olaraq ki, mən o detallara o dönəm girmədim. İndi də əlimdə yetərincə kanıtlar var. Mən gərək bilmirəm Milli Hərəkatın içərisində bir yeni bir demək ki, bu çətin aşamalarda, bu müsibətli dönəmlərdə beləncə bir söhbətlərə yer yoxdur. Mən bu danışığım sadəcə ondan ötürüdür ki, tarixdə yazılsın, qalsın və bilinsin ki, bir günlər var idi, Cavad İsmailzadə bizi demək, molla rejiminin nüfuzusu kimi, ittilaatçısı kimi, nə bilim, sayberisi kimi milli hərəkətdə özün oradan buradan o deyirlər ki, uyduruq sözlərindən özün bir saat yarımlıq veriliş ilə çalışdı ki, bizi sustursun və Güney Azərbaycan səsini və Gürşad Ağdərəlini susturmağa çaba göstərdi. İndi sual burada bundan ibarətdir ki, bir milli fəal necə ola bilər ki, ya bir şəxs necə ola bilər ki, Türkiyədə 10 il yaşaya, Türkiyədə 10 il heç bir yurt dışına çıxmayıb, ancaq Türkiyədə yaşaya bilir, başqa bir yerə gedə bilmir. Yəni, tamamilə aralıqsız bir Türkiyə Dövləti Cumhuriyyətinin korumasında yaşayır və bu, Birləşmiş Millətlərin və Türkiyənin nəzarətində yaşayır. Eyni halda da bəsicidir və bu qədər saçmalı ola bilirmi? Hizbullahıdır və İran rejiminə xidmət eləyir. Bunlar hamısı təxrib idi. 2 il qabaq idi, təxmin edirəm, Cavad İsmailzadə tərəfindən söyləndi və əgər onun bir kanıtı olsaydı, gərək onun təsiri də olaydı da. Biz görürük ki, Gürşad Ağdərəli də var, Güney Azərbaycan səsi də var və fəaliyyətlərimiz azdır, amma davam edir. Yəni, imkanlarımız icazə verdiyi qədər fəaliyyətlərimiz davam edir və bugün görürük ki, yeni şəxslər çıxıblar səhnəyə və çalışırlar desinlər ki, Gürşad Ağdərəli şahçı olubdur, ya şahçılara təzim eləyibdir. Bunlar kullu sözlərdir. Hüququ əgər bu məsələyə yanaşılsa, gərək birincisi bu iddia eləyən biri dura qalxa ayağa, ya deyə mən təşkilatam, ya deyə mən şəxsəm və bu ittihamlarla bağlı mənim orada hər hansı bir sözümü bir dəqiqəlığın, bilməm 10 saniyəlığın ki, isbat edir ki, mənim əməlimlə sözüm tamamilə üst-üstə gəlir və mən şahçıyam deyək. Onların demək ki, iddiaları doğrultusunda. Bunu gətirə, çıxa səhnəyə, kamera hamının var, otura bizdən bir faktı yaya, onda da bizim deyək, o zaman o adamların iddiaları qarşısında hər hansı bir iddiamız olmadığı təqdirdə biz bu qənaətə gələ bilirik ki, bu ittiham doğrudur. İndi ki, mən sizinlə bu günləri danışıram, Bəhmən ayının 18-idir, bu sözdən söhbətdən bir aya yaxındır ki, keçir. Henüz bu günə qədər mən görmədim ki, biri desin mən filan təşkilatam, X təşkilatam, Y şəxsəm və çıxsın hər hansı bir fakt ortaya qoysun ki, burada sən bu cümlələrin o filan əməlləri onunla da bəlli bir-birini tamamlayır və biz bu qənaətə gəlmişik. Sən indi nə qədər də özün açıqlıq versən, biz onu qəbul edib inanmırıq. Üstəlik bu durumda mən Gürşad Ağdərəli olaraq bir neçə dəfə ya WhatsApp qruplarında, ya Clubhouse-da özüm açıqlama vermişəm ki, mən oradakı dediyim, demək ki, bəlli ölçüdə yumşaq danışmalarımın anlamı budur ki, ancaq demək ki, Cümhur İslamının qəddarcasına insanları qətl etməyə qarşısında biz vahid cibhədə deməsək da ki, məsələn, bəzi insanlar bundan da belə alıntı alır ki, biz şahçılarla birləşə bilmərik ki. Əsla belə bir şey söz konusu ola bilməz. Yəni, mən bəzi yerdə bəzi dostlara da Clubhouse-da dedim ki, niyə dərin məsələyə yanaşmısınız? Niyə səthi baxsınız və onların qəlbinə gəlir? Amma gerçək də onu göstərir ki, mən o otaqda hər hansı cümləni ki, sərf eləmişəm, o cümlələrin altında oradakı o şəxslər ki, otaq yönəticidirlər və şahçıdırlar, onlara mən bir dənə mesaj göndərmişəm, o da budur ki, bir-birimizlə indiki aşamada mübarizə etməməliyik. Yəni, bizim davamız öz yerindədir. Yəni, Azərbaycan və Güney Azərbaycan milli xətti nədirsə,
mən ondan ödün verməmişəm ki. Və bununla bağlı düşmən cəbhəsində mənim danışığımdan sonrakı şahçıların biri orada mikrofon açır və mənim fikirlərimlə ilgili açıqlama verir. Biz görürük ki, orada düşmən cəbhəsi mənə o verdiyi söhbətlər ki, mənimlə bağlı danışır, o gedir mənim profilıma baxır. Mən elə əziz izləyicilər, burada yeri var deyəm ki, siz də indi Clubhouse-da eləyə bilərsiniz, gedəsiniz, görəsiniz. Bizim o danışığımız hala durur. Amma o bizim düşmənimiz olan, demək ki, o şəxs ki danışır orada, mənim söhbətlərimlə əlaqəli, o dönə-dönə deyir ki, mən görmürəm ki, sizin bu sözləriniz bizə sədaqət görmürəm sizin bizə qarşı. Onlar təbii ki, ağıllı məsələyə yanaşırlar. Gəlirlər profilimdə mənim açıb baxırlar ki, Azərbaycan bayrağı var, Türkiyə bayrağı var. Instagramıma gedirlər, Dünya Azərbaycan səsini görürlər. Hakeza Twitter hesabıma oradan rahatlıqla gedirlər, baxırlar və mənim sözlərimi eşidəndə bilirlər ki, 100% onların öz hesablamalarına görə bir təzyiq tələbdir. Amma mən şəxsən təbii ki, Azərbaycan milli fəalı olduğumu orada onlara açıq-aşkara öz profilimin vasitəsilə göstərirəm. Və o şəxsi də təhlili ilə indi üzümüzə gələn videoda siz izləyəcəksiniz ki, necə deyir ki, mən hər hansısa sənin profilində bir İran bayrağı görmürəm. Mən onu bir neçə də kiçik epizodlarla sizinlə mən paylaşacağam. Görəsiniz ki, düşmən dili ilə belə baxıldığında nə qədər bizim bu özün dost tanıtdıranlar, özlərin milli fəal adı ilə adlandıranlar nə qədər haqsızdılar. Çünki dediyim kimi bir dənə sadə formul var. Hər kəsənin sədaqətin demək ki, sözləri ilə əməlkərdin bir tutuşturmaq gərəkir. Mənim milli fəaliyyətimdə Dünya Azərbaycan xəttində, Azərbaycançılıq düşüncəsində və məfkurəsində nə demişəm, əməlkərdim də bu günə qədər onu isbatlayır. Amma düşmənə qarşı mənim dediyim söz, düşmənə qarşı danışdığım hər hansı söz, onlar görürlər ki, mən öz mövzeyimdəyəm, öz xəttimdəyəm və gəlib deyirlər ki, sənin profilində biz görmürük sən İrançı olasan. Daha mən onlarla biraz hörmətlə danışdığıma görə eləyə bilmirlər ayrı söz deyirlər. Amma deyirlər ki, görürük ki, burada sənin Azərbaycan bayrağın var, Türkiyə bayrağın var. Və o cümlələri ki, mən orada yazmışam, onu çəkinir, yayınır, dilə gətirmir ki, sən yazıbsan ki, bir Güney Azərbaycan sosial aktivistsən, jurnalistsən, yazıbsan İngilizcəsi, İran is more than Persia. İran is more than Persia nə deməkdir? Yəni, sadəcə İranda farslar yaşamır və pan-İranizmə, pan-farsizmə qarşı mən orada demək ki, öz profilimdə açıqlamaları o oxuyur. O, düşmən olaraq oxuyur və ona görə də açıqlama verir. Deyir, sən getginən öz profilində İran bayrağı qoyucunan biz sənin bu dediyin sözü ilə əməli demək ki, bir-birini tamamlamağına şahid olaq. Sən hər nə desən də biz sənə inanmırıq, açıq-aşkara bunu deyir. Yəni, sən deyir ki, o öz düşüncəsi ilə bir təzyiyə tələbsən və biz qəbul edə bilmərik ki, Azərbaycan İrandan ayrılsın. Bunu bizə düşmən deyir. Mən indi də sizə əzizləyicilərə o bölümləri bir-iki hissəsini hazırlamışam, yayıram. Siz izləyin, baxın. Mən onu öz profilimi getmişəm, oradan video görüntüsü eləmişəm. O bölümdən ki, o mənə qarşı demək ki, danışır, açıqlamalar verir mənim danışıqlarımın sonrasında. Əziz dostlar, diqqət eləsinlər ki, o danışıqları ki, mən aparmışam, o mənim danışıqlarımı kontrol eləyib də. Yəni, profilıma gedib, baxıb, sizə dediyim sözləri orada görüb, Azərbaycan, Türkiyə bayraqlarını orada görüb, öz xəttimi mənim bəzi, demək, yalan ittiham vuranlar deyirlər ki, bu xəttin dəyişib. Elə mən o dostlara bu sənədi ortaya qoyaraq deyirəm və indi izləyəcəksiniz. Deyirəm ki, əgər ki, sizdə insaf var, vicdan var, video şəklindəki orada-burada mənim demək ki, rəsmi çıxışımda ki, mənim danışığımı siz məndən icazəsiz bu əslində özü suç sayılır. Yəni, sən indi birinin 5 nəfərin danışığın, əgər gizlicə danışığın
qayd eləyəsən, rekord eləyəsən, aparasan məhkəməyə, məhkəmə qarşısında heç bir keçərliliyi yoxdur. Çünki sən bu işi gizlicə görübsən. Halbuki mən o otaq şəffaf otaqdır, açıq-aşkara mənim orada dediyim bəllidir. Mən mollalara qarşı mübarizəmizdə indilik bir-birimizlə savaşımıza gərək yoxdur demişəm. Bu qədər basit. Və bu bizə ziyan verər demişəm. İndi bundan buradan bir bəhanə axtarasan ki, bu adam şahçı olub, nə qədər açıq demək olar ki, elə o Riza Pəhləvi kimi axmaq olmalıdır, səltənət tələblər qədər axmaq olmalıdır ki, gələ mənə şahçılıq damğası yapışdırmağa çalışar. Yəni, o məndən sonra danışan şəxs mənim profaylımı görür, bu dostlar ki, bu videoları gizlicə götürüb yayırlar orada, burada və bilinmir də, indi kim gəlib deyib ki, mən yaymışam. Kimlər bu işi görür, niyə qaçır gizlənir? Bu, ləkə atmaqdır, çamur atmaqdır və mən bunların hamısını rədd eləyirəm. Mən bir dəfə demişəm, ömrümün sonuna qədər də o bir dəfə dediyimin üstündə varam. Azərbaycan demişəm, sonuna qədər də Azərbaycan deyəcəyəm. Türk demişəm, sonuna qədər də Türk deyəcəyəm və bu ikisini də bir-birindən ayırmaq istəyənlərə də yox demişəm, sonuna qədər də yox deyəcəyəm. Olub tutaq ki, dostlar, soydaşlar bilirlər ki, gəliblər deyiblər ki, bəziləri deyiblər ki, Türkü qırağa qoyaq, elə fəqət Azərbaycan deyək. Bəziləri gəliblər deyiblər ki, Azərbaycanı qırağa qoyaq, sadəcə Türk deyək. Bəziləri gəlib deyiblər ki, Türk, İran türkü deyək və biz bu günə qədər əməl kərdələrimiz rekord olub, dəyərli soydaşlar. Yəni, Clubhouse-dakı bütün danışıqlarım durur, YouTube-dakı, Instagram-dakı fəaliyyətlərimiz durur. Azərbaycan mərkəzli, Azərbaycan Türk mərkəzli bir dövlətçilik üçün mübarizəmiz davam edib bu günə qədər, davam etməkdədir və bu yalan iftiralar bizə təzəliyi yoxdur və bizi yolumuzdan da yayındıra bilməyib. Düşmən də bir iş görə bilməyib, özünü dost qılıfında göstərən düşmənlər də bir iş görə bilməyib və Kürşad Ağdərəli də vardı. Güney Azərbaycan səsi də davam edir yoluna və davam edəcəkdir. Bu yüzdən mən siz əziz izləyicidən dəvət edirəm ki, bunu diqqət edin ki, nədən mən bu videonu hazırladım? Çünki bu videonu hazırlayanda qara propaganda aparmaq istəyənlər sadəcə bir görüntünü orada səsləndirib yayırlar, amma daha sonrasındakı bir şahçının mənə qarşı dediyi sözləri onun üstündə çox durmurlar və onların nə qədər demək ki, 200'də olduqları, təxribçi olduqlarını ifşa edir. Mən onun məndən sonra danışan şahçının sözün, danışığını burada yayıram. Bir neçə dənə 30 saniyə ilə siz özünüz də görəcəksiniz ki, mən çünki video rekord edərkən o profaylın, öz şəxsi profaylımın üstünə toxunuram və o şəxsin səsini eşidərkən siz özünüz də Clubhouse-da gedib bunu kontrol edə bilərsiniz. Mənim danışıqlarım və ya onun danışıqları əsnasında mən Güney Azərbaycan və Azərbaycançılıq və türkçülük xəttindən bir milim belə geri addım atmamışam. Və onlar ki, deyirlər ki, Güney Azərbaycan Milli Hərəkətində Kürşad Ağdərəli sədaqətsizdir. Bu tamamilə yanlışdır. Təbii ki, düşmənə qarşı mən sədaqətsiz olacağım. Mən düşmənə hər söz deyə bilərəm. Düşmənin xoşuna gələn çox sözlər deyə bilərəm. Siz də deyə bilərsiniz. Amma bunu mən öz millətimdən danışmamışam. Düşmən cəbhəsində düşmənə demişəm ki, biz indilikdə vahid daha böyük bir düşmənlə mübarizə edirik. Bu qədər. İndi mən bu açıqlamaları verdim. Bu videonu ki, 30 saniyədir, bir-iki dənə 30 saniyəlikdir. Onları da sizinlə təqdim edirəm. Diqqət eləsəniz, istərəm ki, ona diqqət eləyəsiniz ki, mən ekran görüntüsü alaraq Clubhouse-dakı profaylıma toxunuram və şəxsi profaylım da sizə görüntülənmiş olur. Və orada nələr yazmışam və onlar nələr deyir ki, eynisi ilə də ki, indi mən sizinlə danışıram, eləyə bilərsiniz ki, Clubhouse-da bütün danışıqları eşidəsiniz və o bütün danışıqların əsnasında da mənim yenə profaylıma geçsəz, o dönəmdə də o profayl var idi, indi də var da. Və ondan daha öncəki tarixlərdə də mən eyni profaylı, bəlkə 2 ildir, 3 ildir ki, aynı profaylıdır. Nə azalıb, nə çoxalıb. Şimdi biri duraya iddia deyəsən, bu profaylı o düzəliş etdin, onun da yalanlığı orada ispat olar ki, o otağı mən açmamışam ki, onlar açıb. Mən indi dəyişiklik verə bilmərəm ki. Siz o otağa özünüz də gedib kontrol amaçlı mənim bu sözlərimi təyid
üçün Clubhouse platformasını telefonunuza yendirib Kürşad Ağdərəli yazıb mənim şəxsi profaylımda o sözü mübahisəli otağa gedib və o mənim danışdığım saniyələrdə və məndən sonra danışdığım saniyələrdə də özünüz yoxlaya bilərsiniz ki, mən öz Azərbaycan və Türkiyə bayraqlarımızdan və öz milli hərəkətimizin önəmli azadlıq, ədalət, milli hökumət sözləri ilə getmişəm o otağa. Mən öz xəttimizdən bir addım geri atmamışam ki. Və onlar da bilirlər ki, mən onlara səmimi danışmıram. Mən onlara sadiq deyiləm. Mən öz millətimizə sadiqəm. Və burada bunların indiki yayacağım, sizlər də izləyəcəksiniz, tamamilə orada aşkar və aydındır. Biz o 30 saniyəlik epizodu bərabər izləyək və elə bilirəm ki, biraz istərdim daha qısa olsun, amma uzun olmuş olsa da bu çünki mən bəkləmirəm ki, çox view yesin, çox izlənsin. Sadəcə bu proqramı mən hazırladım ki, o dostlar ki deyir ki, açıqlama vermən gərəkir, açıqlamasız qalmasın. Və bu daşlardan bizə çox atılıb, indi də atılır, iləri zamanda da atılacaqdır. Çünki bunun təməlində bizim sərmayəmiz, bizim varlığımız, çünki şəffaf fəaliyyət aparırıq. Bu günə qədər ki, bizə zaval olmayıb, bundan sonra da o günə qədər ki, həqiqətlərlə, açıq profillə, həqiqi şəxsiyyətlə kamera qarşısında insanlarımızla tam şəffafiyyət ilkəsinə dayanaraq fəaliyyət aparırıq. Gələcəkdə də bu cəhdlər ki, bizə qarşı hər hansı bir həsvi yanaşmalar sonuc verməyəcəkdir. İzləyək bu epizodu, yenə bir neçə dəqiqə sonrasında bir qısa açıqlamalarla bu proqramı sonlandırmağa çalışıram ki, üzümüzə gələn saatlarda daha çox ciddi, demək ki, vətənimizlə əlaqəli proqramlara davam etdirək. من الان پروفایل ایشون هم دیدم، نمیخوام بحثو به اون سمت و سو ببرم، ولی دیدم پرچم آذربایجان و پرچم ترکیه و خدا بر جهت پرچم همه جا بود. البته من پرچم ایران خودم نمیذارم به واسطه اون نشانه قشنگ نشانی که داره اصلا استفاده نمیکنم، ولی هیچ نگاه ملی ایرانی وطنی ندیدم. و اینکه آقای کوشاد ضمن عرض سلام و تشکر از شما به خاطر فعالیت‌هایی که تو این چند روز داشتید. ما پهلوی چین نیستیم، ما پادشاهی خواه هستیم، پادشاهی پارلمانی، ما به دموکراسی اعتقاد داریم. Bəli, əziz izləyicilər, necə ki izlədiniz, oradakı deyir, mən dəyər profil şoma یک نگاه milli İrani nə deyirəm. Bu dostlar ki bizi şahçılıqla ittiham vurur və bir zamanda əziz Cavad bəy İsmail bəyli də bizi Cumhur İslami ilə damğalayırdı. Bir düşünsünlər ki, bir milli faal həm şahçı olacaq, həm Cumhur İslamçı olacaq. Bu ikisi bir yerdə biraz dərin düşünmələri gərəkir. Və əgər ki birinə qara ləkə atmaq istəyirlər, çalışsınlar ki, dəlilli, sənədli, sübutlu olsun və eyni halda gizli profilinə, gizlidən gizliyə deməklə Kürşad Ağdərəli və milli gərək ki, Güney Azərbaycan səsini susturmaq imkansızdır. Əziz izləyicilər, bir sonraki 30 saniyəlik epizodu da dinləyək və sağollaşmağa doğru gedək. و از شما خواهش میکنم اگر نگاه ملی دارید و معتقد هستید به یکی از اصلی ترین گفتمان ها و دیسکورس های پادشاهی پارلمانی، به یک نوعی، به یک نحوی از آنها پرچم پادشاهی یا به نوعی این سبز و سفید و قرمز رو بالا با نشان شیر خورشید یا به هر نحوی، حالا تو توییتر یا اکانت خودتون، این رو ابراز بکنید. چون من دیدم که پرچم کشورهای همسایه که به شدت هم قابل احترام هستن، هم ترکیه هم جمهوری آذربایجان، هر دوشون هم برای ما بسیار قابل احترام هستن، ولی پرچم ملی ما نیستن. و اگر کسی خدای نکرده به یک Əziz və hörmətli izləyicilər, bu ikinci epizod ki yaydım, o pan-İranistin səsindən farsça dediyi bundan ibarətdir ki, onun mənə xitab etdiyi bir neçə söz var. Deyir ki, əgər ki siz bizimlə eyni fikirdəsiniz, o zaman o özünün öz yorumudur. Mən ona deməmişəm ki, mən sizinlə eyni fikirdəyəm. O özü öz sözlərinin danışmaqla özü gəyə açıqlama verər. Amma orada o bölümündəki dediyim kimi mən orada danışırkən diqqət eləsəz profilimi görüb və ona reaksiya göstərir. Və profilimdəki Azərbaycan və Türkiyə bayraqları eyni halda ortasında ürək şəkli qoymuşam, altında Güney Azərbaycan, İran deyil, azadlıq, ədalət, milli hökumət, İran is more than Persia. Bu yazıları da orada görür. O %100 əmin olur ki, mən sadəcə orada İran rejiminə qarşı bir fikrimi
onlarla bir yerdə demişəm və o deyir ki, mən sizdən xahiş edirəm, əgər ki, siz bizimlə həmfikirsiniz, ki, mən təbii ki, ona oturub bir söz deməmişəm. Mən demişəm ki, rejimlə mübarizədə biz bir-birimizlə indi çatışmamalıyıq. Yəni, bütün danışıqlarımın özəti bundan başqa bir şey yoxdur. Nə qədər sayğılı da danışsam onlara, nə qədər hörmət, o da ondan ötürüdür ki, mənim mikrofonumu bağlamasınlar, mənim mesajım çatsın. Orada neçə nəfər adam var ki, mənim profailimi görərək istəyirlər ki, mən otaqdan atalar və ya səsimi bağlayalar. Ancaq mən də heç orada onlarla çəkişməyə də getməmişəm ki, deyək biri desin ki, sən niyə getdin, yaxud çatışmadın onlarla. Mən ancaq bir mesaj verirəm. Orada da şahçıların içərisində bizim demək manqurt soydaşlarımızdan da bir beşi eşitsin ki, bunların yapdıqları və Yaşar bəy Həqqaqpur kimi insanlarımıza, şəxsiyyətlərimizə, milli fəallarımıza saldırmaqları doğru deyil və bunların özlərinin demək ki, Cümhur İslami ilə mübarizələrinə ziyan verir. Mən bunu demişəm orada. Və bu bəy də deyir ki, sən əgər ki, bizim fikirlərimizə eyni fikirdəsən, sən öz profilinə İran bayrağı qoy. Mən hər bir bayraq görürəm, Azərbaycan, Türkiyə bayrağı görürəm ki, o da çox əzizimizdir. Onu da bilirsiniz də sözdə, mən necə onlara sözdə deyirəm, o da mənə sözdə deyir ki, bizə elə qonşu ölkələr Azərbaycan, Türkiyə də çox əzizimizdir. O da sözdə mənə deyir. Amma əməldə bilirsiniz ki, nümrə bir düşmənimizdir. Mən necə ona sözdə danışıram? Sədaqətim mənim onlara yoxdur ki, mənim sədaqətim millətimizədir. Bu sözlər, bu danışıqlar, bu epizodlar ki, siz görürsünüz, ekran görüntüsü almışam. Link olaraq da mən yerləşdirirəm videoda. İndi fərqli platformalarda link qoymaq olur. Ana səhifələrdə dostlar elə ki, Uşaq Ağdərəli də yazsalar, geçsələr orada görəcəklər ki, o rekord olunmuş otaq da mənim elə profilimdadır. Gizlətmirəm ki, açıq-aşkaradır. Orada mən nə danışmışam, durur. Onlara biraz hörmətlə danışmış ola bilərəm, boyun oxşamış ola bilərəm. Amma bu adam bu danışığı göstərir ki, mənim onlarla danışığımda onlara qarşı hörmət ola bilər, bu siyasi bir yanaşmadır. Amma öz xəttim də millətimizin xətti ki, bizə deyirlər təzyiyyətlər, yerində açıq-aşkara görsənir, onların ki, gizlətmir ki, Kürşad bizdən gizlətmir ki, bu profili ilə gəlib bizim aramıza, yəni şahçıların arasına. Və deyir ki, geçsən bir İran bayrağı qoyucuna. İran bayrağı yoxdur, Azərbaycan bayrağı var, Türkiyə bayrağı var. Mən o əziz soydaşları ki, bu düşüncədədirlər ki, bizi təxrib etsinlər, onlardan istəyirəm ki, bu danışıqları da elə yaydıq, o ittihamlı bölümləri ki, yayırlar, elə bunları da yaysınlar. Və mən onlardan bu sualı verirəm ki, necə olur ki, bir dənə düşmən cibhəsindəki olan insan mənim milli fəal və Azərbaycancı olub da, onlara sədaqət ilə yanaşmamağımı diaqnozun qoyur, təsbit eləyir ki, Kürşad öz xəttində durubdur və xahiş edir ki, İran bayrağı qoy gəl. Nədir olur bizim içimizdəkilər həm özlərini milli fəal adlandırırlar, həm bir milli fəal ya demək ki, hər hansı bir o insan ki, durur deyir, mən Azərbaycancıyam, onu uzaqlaşdırmağa cəhd göstərirlər. Ola bilərmi ki, yəni həm özü milli fəal biləsən, həm bir insan ki, Azərbaycancılıq eşqi var və istəyir ki, bu yolda fəaliyyət eləsin, sən onu həsb etməyə çalışırsan. Təxribçilərin egoisti yanaşmalarının somut örnəyidir. Və təəssüflə milli hərəkətdə bu zəfiyyət vardır. Təkcə mənə qarşı da deyir ki, %99 da çalışanlara, oturub danışanlar hər zaman demək ki, çamur atıblar. Əziz soydaşlar, mən bu açıqlamaları özümə bir borc bilirdim, sizə görüntüləndirdim. Bir epizod daha var, onu da bu bəyəfəndi ki danışır, ondan eşidək və sağollaşaq. ما به انسان دوستی اعتقاد داریم، ما به اکثریت اقلیت اعتقاد نداریم. شما اقلیت نیستی، اصلا در نگاه پادشاهی پارلمانی چیزی به نام اقلیت وجود نداره. مادامی که شما شهروند ایرانید، رو چش همه جا داری. مادامی که شما ایرانی خودت رو خطاب میکنی، ما مخلصت هم هستیم. از هر کجای ایران میخوای باشی، از بشایرد و زاهدان و هرمزگان و سیستان بلوچستان تا آذربایجان که من معتقدم سر ایرانه. یعنی اگر که این سر خدایی نکرده از تن جدا بشه، نه جانی برای سر میمونه نه جانی برای تن میمونه. Bəli, əziz soydaşlar, bu sonuncu epizodda da demək farsça dilində danışır və deyir ki, biz, yəni onlar şahçılar olaraq əksəriyyət və əqəliyyət deyə bir şeyə biz inanmırıq. Yəni hər kəs ki, demək ki, İran çərçivəsində gələcəkdə bizlə bahəmdir, bir vətəndaşdır, şəhərvəndidir.
biz onu dura deyək ki, mən əqəlliyyətəm, əqəlliyyət haqqı istəyirəm. Ona heç nə yoxumuz düşürük. Heç nə hissət vermərik. Açıq bunu deyir mənə. Və bu əqəlliyyət və əksəriyyət sözünə nədən toxunur? Arif olmaq gərəkir biraz da. Çünki mənim o profili ki, sizə neçə dəfə burada özüm getmişəm, video kayıt etmişəm və özüm profilimin üstünə toxuna istəmişəm ki, burada sizlər də görəsiniz. Özünüz də müraciət edib görə bilərsiniz hər an. O baxır orada görür ki, biz özümüzü bir etnik qrup, bir əqəliyyət, baxmayaraq ki, əksəriyyətik, amma bu siyasi terminlərdə indi artıq fars hegemoniyası olduğu üçün türklər istər-istəməz bu mübarizədə bir əqəlliyyət istilahı da işlənilir və o da o yorumuna, o baxışına yola çıxır ki, farslar daha çox hegemondur, daha çoxdur, daha əksəriyyətdir və türklər və Azərbaycanlılar əqəliyyətdir. O onun sözüdür və onun orada deməyinin səbəbkarı mənim profilimi oxumasıdır. O dostlar ki, istəyirlər ittiham vuralar, samir atalar ki, Azərbaycan xəttindən Gürşad Ağdərəli uzaqlaşıbdır. Nədir? 5 kəlmə farsı danışıbdır. Nədir? 5 dənə şahçıya deyibsi ki, siz bətər yaxçadansınız. İndi bu oldu xəttimizdən uzaqlaşmaq. O, düşmən olaraq qəzavət edərkən açıqlamasına gəlib baxıldığında görülür ki, mən orada öz xəttimizlə, öz milli təfəkkürümüzlə, öz mübarizəmizlə orada varam və ondan milim belə atmamışam geri addımımı. O deyir ki, biz əksəriyyət və əqəlliyyətimiz yoxdur, olmayacaq. Və hər kəs eşitdir. Amma bilirsiniz ki, sözdədir də. Bunların indi Xümeynisinin də, Xameneisinin də, ondan sonra Molla rejiminin də, bu cinayətkar Molla rejiminin də, cinayətkar eyni zamanda Şah dönəminin də, bunların hamısı sözdə gözəl-gözəl çox danışıblar. Amma Azərbaycanlılara, türklərə gələndə sadəcə cinayət törədiblər. Və Azərbaycanlıların demək ki, özlərinə gələcək çizərkən nə şahına yer var, nə şeyxinə yer var. Və bunu bunlar yaxşı bilirlər. Biz də bilirik, biz də öz fəaliyyətlərimizdə bütün demək ki, hətta belə o keçid aşaması olsun, bəlli bir bohrani və kriz dönəmi olsun. Onlarla da belə, hətta belə kiçicik bir clubhouse-da bir 50 nəfərlik, 100 nəfərlik bir otaqda da bir araya gəlmiş olsaq belə, onu cımbızlayıb şirdənlərin sözünə baxmağa gerək yoxdur. Biz ora gedəndə də Azərbaycan bayrağımızla getmişik, Türkiyə bayrağı ilə getmişik və stratejik türkcə xəttimizlə getmişik. Və mən profilimi burada istəyirəm ki, səsləndirəm ki, orada nə yazmışam. Təbii ki, o profili da, ki, mənim şəxsi profilimdə mövcuddur, Instagram hesabının linki yerləşdirmək imkanı var və Twitter hesabı yerləşdirmək imkanı var və siz də elə getsəz, toxunsaz da görəcəksiniz ki, mən bu ekran görüntüsü ki, sizlərə təqdim etdim o videoları ki, o səslərin əsnasında özüm toxunuram. Siz də toxuna bilərsiniz, görə bilərsiniz ki, bu yazılar orada mövcuddur. Və mənim Instagram hesabım Güney Azərbaycan səsi hesabımdır. Gürşad Ağdərəli hesabımı burada linkini qoymamışam. Twitter hesabımı qoymuşam ki, özəlliklə Twitter hesabıma o şəxslər ki, orada mən danışıram, şübhə ilə baxırlar, dinləyirlər, görər indi bu nə deyəcəkdir, tez otaqdan qovaq. Və mən mətin danışmağımdan çalışmışam ki, sadəcə o aşamada o mesajı göndərəm ki, bizim bəlkə şəhidlərimizin, hər hansı bir ziyan çəkənlərimizin sayısı az olsun. Mən burada bir insanın hədəfdən başqa bir hədəfim yoxdur. O yüzden burada özellikle Twitter hesabıma geçseniz göreceksiniz ki, Azerbaycan ve Türkiye devletçiliğimizi temsil eden bir fotoğraf ki, bir nizami reje deyə ve orada nizami şəkildə çox belə ihtişamlı biçimdə atların üzərində Azərbaycan, Türkiyə nizami qüvvələrini görürük ki, gözəl-gözəl Azərbaycan bayrağımız və Türkiyə bayrağımızı da dalgalandırırlar. Və bu tamamilə oradakı o otaqda, o atmosferdə, o şahçıların, paniralistlərin demək gözündən qaçmır və maalesef bizim özünü bəzi milli faal adlandıran təxribçilərin gözündən, təbii ki, onların da qaçmır, amma deməyindən, yaymalından insafsızca çəkinirlər və qaralamağa çalışırlar. Amma biz burada zaman olduğunda gəlib deyirik hər şeyi, biz qaçmırıq.
Biz görünən, bilinənik, amma onların heç birinin adını çıxsın. Mənim burada xahiş edirəm ki, Instagram hesabımdan, hər hansı bir profildən, yorumlar bölümündə onlar özü gəlsin, biri gəlsin, öz adını da yazsın, öz profilini də bəlli etsin bu kimdir və desin ki, biz orada nə danışmışıq ki, Azərbaycan milli mənafeyinə və milli hərəkətinə ziyan vericidir. Biz onların boyuna oxşamış olmağımız, biz siyasət bir dil deyə etmişik və bizim orada profilimiz onların gözünə tikan olub batıb. Bu özlərinin demək ki, dost kimi göstərən düşmənlər ki, əslində nadan dostdan deyərlər düşmən yaxşıdır. Əgər bunlar dost olsalar belə, onu bilməlidirlər ki, bu axmaq dostuna elə nə yaxşıdır ki, düşman olar. Düşman bu axmaq dostlardan daha faydalıdır. Hər zaman üçün bu bir daha ata-baba sözüdür. Mənim profilimdə Instagram mövcud, Dünya Azərbaycan Səsi, Twitter, o cür ehtişamlı Azərbaycan ordusu, Türkiyə ordusu bayraqları ilə ana profildə görsənir, paylaşımlar hala durur. Ondan sonra Azərbaycan və Türkiyə bayraqları aralarında ürək şəkli. I am an independent journalist from South Azerbaijan occupied by Iran. Bunu bir daha oxuyuram, əziz izləyicilər, biraz uzun oldu. Mən bu danışığı səmimi dostlarla paylaşmaq üçün danışıram. Mən bundan çox view bəkləmirəm. Zaten çox view bəklənsə belə, çox görüntülənsə belə, mən maddi bir mənfəət peşində deyirəm. Mən hər şeyin şəffafın, reallığın, gerçəkliyin əks etdirməyə çalışan bir xəbərniqar kimi görəv üstlənmişəm, könüllü. O yüzden biraz uzun olmuş ola bilər, izləməyən, izləməz. Maraqlı olanlar tarixdə yazılır qalır, izləyə bilər. Bugün də bizim nəfəsimiz gedir, gəlir, qarantisi yoxdur ki, İran molla rejimi xarici ölkələrdə də başlayıbdır, təhdidlərini savurur. Biz bunları qorxub qaçmırıq ki, bəlkə də səhər bizim də nəfəsimiz gedib gəlmədi. Onun qarantisi yoxdur. O yüzden ən azından tarixdə düşsün qalsın ki, bu bizim profillarımızda qalacaq. Özümüzdə olmasa profillarımız Instagram, TikTok, Clubhouse, YouTube, Facebook və s. Telegram səhifələrimiz vardır və oradakı onlar qalarcıdır. Bizə də inanmıram bunları tükümüzü piləyənməzlər. Xain insanlar heç nə edə bilməyiblər bu günə qədər. Mən bunu açıqca deyə bilərəm. Vətənimiz azad olana qədər yolumuz davam edəcək. Bu yolumuz çox uzun sürməyəcək. Bağımsız və müstəqil Güney Azərbaycanda dövlətçiliyimizi bərpa etməyimizə az qalıbdır. Amma program uzasa da bir neçə kəlmə ekstradan açıqlamalarım oldu və bu profilimdə yazılı olan yazını təkrarlayıram. I am an independent. I am an independent. Mən bir bağımsız jurnalist. From South Azərbaycan, Güney Azərbaycandan. Occupied by Iran. İran adlanan devlet tərəfindən işgal olunmuş bir Güney Azərbaycanlı jurnalistəm. Bu mənim yazımdır. Bu yazı ilə getmişəm onların otağına. Saz Azərbaycani sosial aktivist. Güney Azərbaycanlı bir sosial aktivistəm. İran is more than Persia. İran adlanan ölkəm sadəcə farslardan ibarət deyildir. Farslardan daha çoxları var orada. Bağımsız jurnalist və araşdırmacı. Bu da bir ünvanımdır orada. Ən sondakı azadlıq, ədalət, milli hökumətdəki bizim ən stratejiki slogan və şüarımızdır. Sağında və solunda da yenə təkrardan Azərbaycan Cumhuriyyəti bayrağı görsənir. Telegram linkimiz mevcuddur. YouTube linkimiz yazılıbdır və s. Və eyni zamanda aşağıya gedildiyində bütün bizim geçmişdə neçə illərdəki nə danışığımız var, hamısı orada rekord olub qalır. Bu verilişin sonuna gəlmiş olduq, dəyərli dostlar. Mən umud edirəm ki, təxribçilərin fəaliyyətlərinə uymayaq, bunlara zaman ayırmaqla enerjimizi itirməyək, çox ağır günlər keçirdirik, çox daha ağır günlər qarşımızdadır. Azadlığı əldə etmək o qədər asan deyil və biz bunu bilməliyik ki,
bu bir gəmidir ki, hər təhbətəkimiz, sərnəveştimiz, alnımızın yazısı eynidir. Biz burada eləyə bildik ki, laqeyd qalaq, bir soydaşımıza qarşı hər hansı bir yersiz iddialara, əgər ki biz dərinləməsinə, incələmədən, araşdırmadan, uymaq halında, inanmaq halında bu dağınıq durumlara son qoya bilmək çox zor olacaqdır. Vaxtımız çox azdır, imkanlarımız çox qısıtlıdır. Var olan şəxsiyyətlərimizi də bu cür əldən itirmiş ola bilər yəni bu. Bir proqramın daha sonuna gəlmiş olduq. Özünüzə yaxşı baxın, əsən qalın, Güney Azərbaycan səsi ilə qalın.